Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər zaman olduğu kimi bugün də studiyamızın qonağı var. Studiyamızın qonağı isə Ağ Partiyanın sözcüsü Cavanşir Abbaslıdır. Cavanşir bəy, xoş gəlmisiniz studiyamıza. Təşəkkürlər dəvət üçün Türkan xanım. Cavanşir bəy, bugün sizlə əsasən milli mənəvi dəyərləri müzakirə edəcəyik. İlk sualımı vermək istəyirəm. Son illərdə cəmiyyətdə mənəvi dəyərlərin zəifləməsi ilə bağlı müzakirələr gedir. Buna yanaşmanız necədir? Doğrudan da yəni bu cür müzakirələrin getməsi təsadüfi deyil. Çünki artıq son aylarda bir sıra hadisələr baş verdi ki, ölkə daxilində sanki Azərbaycan mentalitetini zorlayan hər hansı bir əllər müxtəlif kampaniyalar təşkil edirlər, insanların heysiyyəti ilə oynayırlar. Bu da haqlı olaraq ciddi müzakirələrə səbəb olur. Məsələn, elə son 1-2 ayda baş verən 2-3 məsələni qabarda bilərik ki, məsələn, Bakının göbəyində, mərkəzində çılğın dondurması deyilən, Türkiyədən gələn bir indi öz sahəsinə uyğun dondurma satan bir şəxsin orada sanki Azərbaycanın milli mənəvi dəyərlərini tapdalayan, tapdalanmağa yönəlik atdığı addımlar da cəmiyyət daxilində ciddi müzakirələr də olur. Təbii ki, burada təkcə günahkar həmin dondurması deyil. Orada gedib fotolar çəkdirən, onun təbliğatından məşğul olan, bəhbəhə ilə onunla foto çəkdirib TikTok və digər sosial şəbəkələrdə paylaşanlar da birbaşa təəssüflər olsun ki, günahkardılar və bu məsələnin daha da gündəmdə qalmasına rəvac verirlər. Hesab edirəm ki, Azərbaycan insanı unutmamalıdır ki, tarix boyu Azərbaycanı ayaqda saxlayan, Azərbaycan xalqını ayaqda saxlayan ilk növbədə onun milli mənəvi dəyərləridir, kökünə bağlılığıdır. Bugün Azərbaycan kişisi məsələn, həyat yoldaşını dondurması ilə fotosunu çəkdirəcək qədər səviyyəsini aşağı salmamalıdır. Təbii ki, Azərbaycan kişiləri içərisində bu heç bir faiz təşkil etmir. Amma yenə də bu da bizi çox üzür ki, yəni dediyim kimi ki, tarix boyu həmişə qəhrəmanlığı ilə ad çıxaran bir ölkənin kişisi həyat yoldaşı ilə bir Türkiyədən gələn hər hansı dırnaqarası avara ilə fotosunu çəkən, eyni zamanda övladlarını dondurmasının qucağına qoyub onun fotosunu çəkəcək qədər Azərbaycan kişisi aşağı düşməməlidir. Azərbaycan qadını bir dondurma müqabilində hər hansı bir xarici ölkədən gələn, indi biz qardaş ölkə deyirik, təbii ki, Türkiyə bizim qardaş ölkədir, amma yenə də Türkiyədən gələn hər hansı bir kişinin qarşısında göbək rəqsi oynamamalıdır, bir dondurmanın müqabilində onu əyləndirməməlidir. Bütün bunlar yəni birbaşa Azərbaycanın milli mənəvi dəyərlərini yəni tapdalayacaq addımlardır. Özdə yenə deyirəm, məsələn, mənim özüm də mətbuat sahəsində çalışıram, həm də yəni Bakının mərkəzində, ümumiyyətlə Bakı ərazisində çəkiliş aparmaq üçün Targovda xüsusilə ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi razılığı olmalıdır. İndi bu Bakı Şəhər İcra Hakimiyyəti hara baxır ki, yəni turistlərin çoxlu sayda gəzdiyi, eyni zamanda Azərbaycan xalqının gələndə ilk növbədə üst tutduğu Bakının mərkəzində Targovda dondurmacı düz mərkəzdə gəlib öz işini qurur və öz işini qursun, sözsüz ki, öz pulunu qazansın. Amma bunun müqabilində əvvəl onlarla idi, sonra yayıldıqdan sonra yüzlərlə, hətta minlərə çatacaq səviyyədə gün ərzində insanların gedib onunla əylənməsi, foto çəkdirməsi, bunun bəhbəhə ilə paylaşması heç cür qəbul olunan hal deyil. Eyni zamanda indi Arzum deyilən, səhv eləmirəmsə, o məsələ çıxandan sonra mən tanıdım ki, belə bir TikToker var imiş. Məsələn, Arzum deyilən bir qadın indi övladlarına görə azadlıqda buraxılması müəyyən qədər təskinlik insan tapır ki, doğrudur, övladlarına görə buraxılması yaxşı oldu, övladlar başsız qalmadılar falan. Amma Arzumu bu dərəcədə, bu səviyyədə qəhrəman edəcək bir xalqdır biz olmamalıyıq. Çünki konkret ortada bir cinayət hadisəsindən söhbət gedirdi. İndi yenə də deyirəm ki, indi onun övladları ilə bağlı çağırış etməsi, bu çağırışa müəyyən şəxslərin qoşulması təqdirə layiq idi. Amma dediyim kimi, onun həbs olunmamışdan öncə məhkəmələrinə yüzlərlə insanın gəlməsi, ürək ağrıdan mənzərələrdən biri, məsələn, Azərbaycan şəhidinin anası bir də olsa, 5 də olsa, hər hansı bir TikTok sosial şəbəkəsində canlı açıb, gecədən səhərə qədər mırtdaşaq mahnılarının təsiri ilə Azərbaycan mentalitetinə yəni əl uzadacaq addım atan bir qadının azadlığa buraxılması üçün yaxud həbs olunmaması üçün müraciət etməməlidir şəhid anası. Azərbaycan qazisi öz səviyyəsini
o həddə endirib onun məhkəməsinə getməməlidir, yaxud onunla bağlı müraciət etməməlidir. Bunların da hamısını qoyduq kənara. Yəni azadlığa buraxıldıqdan sonra bunu böyük bir qələbə kimi atəşfəşanlıqla qeyd etmək, nə bilim onun məhkəməsi önünə fikir verdinizsə, yüzlərlə insan axışmışdı. Yəni bunlar bizi doğrudan da üzür. Sual vermək olar ki, ümumiyyətlə arzum kimdir? Arzum kimdir ki, yəni biz bunu bu qədər gündəmdə saxlayırıq? Yəni yenə deyirəm, TikTok sosial şəbəkəsində canlı açıb hər cür, yəni bəzən əxlaqsız fikirlər səsləndirən, yəni güya uşaq Azərbaycanı sevdiyi üçün ölkəmizə gəlmişdi. Yaxşı, ölkəyə gələndə 4 uşağını Almaniyada qoyub necə gəlmişdi? Həbs olunma mərhələsində övladlarım yadına düşdü ki, mənim 4 övladım var, biri xəstədir, indi Allah şəfa versin, o başqa məsələ. Yəni övladları onun da yadına düşdü. Yaxud TikTokda mən ərimlə boşandım deyib göz yaşı töküb, nə bilim siz dincəlin, artıq mən ərimlə boşandım, sonra məhkəmə qabağında mənim ərim orada qalıb, mən buradayam kimi fikirlər səsləndirən. Yaxud gecə saat 3-də səhv eləmirəmsə Mərdəkanda olub. Mərdəkanda hansısa bardan çıxıb avtomobil idarə edən bir qadını Azərbaycan xalqı bu qədər qəhrəman etməməlidir deyə düşünürəm. Bu bizim belə deyək, millət olaraq ürəyi yumşaqlığımızdan mı irəli gəlir, yoxsa əvvəlki qədər sosial qınağın, ümumiyyətlə ictimai daha doğrusu qınağın olmamasından mı irəli gəlir? Ürəyi yumşaqlıqdan gəldiyini deməzdim. Burada ilk növbədə like toplamaq xəstəliyi var. Gedim arzumla bir foto çəkdirim, yaxud çılğın dondurmaçı ilə bir foto çəkdirim, bunu bəhbəhə ilə paylaşım. Çoxlu sayda tiraj yığım, izləyicilərin sayını artırım. Üzr istəyirəm, bu yöndə bir sualda yönləndirim ki, bu sosial şəbəkələrin ümumiyyətlə insanların həyatına təsiri nə dərəcədədir? Sosial şəbəkələrdən baxır insan necə istifadə edir. Sosial şəbəkələr təbii ki, bu dəqiqə dünyada fenomen bir yəni məsələdir və onunla məşğul olmayan insanın ümumiyyətlə beynəlxalq aləm olsun, ölkə daxilində baş verən hadisələrdən olsun xəbərsiz olduğu qənaətindəyəm. Çünki artıq telekanalları üstələyən sosial şəbəkə platformaları yaradılıb. Məsələn, əvvəl Facebook tuğyan edirdi, ardınca Instagram önə keçdi. Son olaraq TikTok sosial şəbəkəsi artıq önə keçib. Yəni ondan baxır necə istifadə etmək. Məsələn, arzumun təbliğatı üçün istifadə edənlərə təbii ki, insanın yəni bir söz yazığı gələcək. Amma oradan məsələn beynəlxalq aləmdə, dünyada baş verən proseslərdən, Azərbaycanda baş verən proseslərdən xəbər tutmaq üçün istifadə edənləri alqışlamaq lazımdır. Çünki nə var, nə baş verir, bunu yəni hər bir insan bilməlidir. Amma istənilən halda müəyyən yaş dövrünə qədər, yəni uşaqları ilk növbədə sosial şəbəkələrdən qorumaq lazımdır. Çünki ilk növbədə uşaqlara aşılamaq lazımdır ki, əvvəl sən yüksək səviyyədə təhsil alıb, sonra sosial şəbəkələrdən yəni yüksək səviyyədə istifadə et. Amma istənilən halda hər şey yəni bir yerə qədər. Yəni hər şeyi dalında buraxmaq lazımdır. Sosial şəbəkələrdən də istifadəni də o formada etmək lazımdır ki, həmişə əlçatmazlıq yəni yaransın. Amma istənilən halda dediyim kimi sosial şəbəkələr təbii ki, Azərbaycan insanının ruhunu məhv etməklə məşğuldur. Yəni mən dediyim tərzdə istifadə edən izləyicilər təəssüf ki, bəlkə də heç 100% içərisində 5% təşkil edir. 90-95% dediyim kimi Mırtdaşah mahnısını oxuyan arzuma görə gəlir, yəni TikToka və yaxud da Çılğın dondurmasının giz bir mahnısını oynayıb onu paylaşmaq üçün gəlir. Yəni belə insanlarla bağlı hesab edirəm ki, bu məsələ getdikcə daha da şişir, böyüyür. Düşünürəm ki, Azərbaycanda aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi şəkildə ölçü götürməlidirlər. İlk növbədə o Çılğın dondurmaçı ölkədən qovulmalıdır, yaxud da normal bir şəkildə ondan yəni istifadə etməsinə şərait yaradılmalıdır. Eləcə də artıq qanun qüvvəyə minir, 16 yaşına qədər yəni sosial şəbəkələrdən uşaqların yəni məhdudiyyətləri ilə bağlı qanun da artıq qüvvəyə minmək üzrədir. Düşünürəm ki, başqa bir qanun yəni qəbul edilməlidir ki, Azərbaycanın milli mənəvi dəyərlərinə zidd olacaq paylaşımlar edən hər bir istifadəçi məsuliyyətə cəlb olunmalıdır. Bəli, belə deyək, bizim hər zaman qeyrətli atalarımız, qardaşlarımız olub, var və olacaq da. Lakin siz də bayaq qeyd etdiyiniz kimi çox az bir faizdə, 1-2% nisbətində deyək, kişilər var ki, bu günləri sosial şəbəkələrdə öz həyat yoldaşlarını axtarır və çox təəssüflərlə demək istəyirəm ki, bunu biz dırnaqarası qəhrəmana çeviririk. Məsələn, o TV-nin tam olaraq adı yadımdan çıxdı, sizin qeyd etdiyiniz məsələn, Ağustafada hansısa bir ailəni tapıb, yəni insanların yazığı gəlir. Baxırsan ki, deyəsən, oğlanın da psixoloji durumu var. Ürəyi yumşaqlığımızdan irəli gəlir. Psixoloji durumu deyəsən normal deyil.
Onu yəni anası ilə birlikdə canlı yayıma çıxartmaq sanki bəziləri gülsə də deyəcəm, elə bil Trampla Putin mətbuat konfransı keçirirlər. Yəni bu formada çıxaran o TV barəsində ciddi ölçü götürülməlidir ki, yəni necə yəni mənim yoldaşım 27 gündür qaçıb gedib Gəncə, mən onun nə bilim paltarla yatıram, paltarla dururam, gecələr onu yadıma salıram falan. Bunu efirdən necə səsləndirmək olar və buna da şərait yaradılır. Yəni heç nə briefing keçirilir buna. Yəni biabırçılığın son Dəhşət. həddidir. Bununla bağlı ilk növbədə yəni ciddi ölçü götürülməlidir və həmin kanal bir mənalı şəkildə bağlanmalıdır. Çünki ölkədə əxlaqsızlığı yaymaqla məşğul olmaqdan başqa bir fəaliyyət göstərmirlər son günlərdə. Açıq mənim xəbərim yox idi. Dostlar dedilər, qızın adı bilmirəm Aysel idi. Nə idi Aysel? Deyirəm nə məsələdir? Deyirlər bəs sənin dünyadan xəbərin yoxdur. TikTokda belə paylaşılır, elə paylaşılır. TikTokda elə bir platformadır ki, nəyəsə biraz çox baxdınsa sənə önərir. Mən də elə şeylərdən uzaq olduğum üçün mənim qabağıma çıxmırdı. Sonra adını yazdım, girdim, gördüm doğrudan da, yəni ürək ağrıdan bir mənzərədir. Ağstafada hansısa bir kənddən bir ailəni tapmaq, gətirib efirə çıxartmaq, kişi deyəndə mən ona dırnaqarası, yəni kişiyə göz yaşı tökdürmək, anası çıxıb mənim oğlum ona belə baxırdı, qaçdı, getdi Gəncəyə. İlk növbədə ağla nə gəlir? Bir insan 27 gün niyə qaçıb getsin Gəncəyə? İndi başqa məsələləri mən demirəm. Yəni Azərbaycan kişisi də mən səni gözləyirəm, nə vaxt gələcəyini gözləyirəm deməsindən məsələn az yaşlı uşaqlar o videonu görüb nə örnək götürə bilərlər? Məsələn. Ümumiyyətlə milli mənəvi dəyərlərin ailə institutunun qorunması üçün bu hallarda əsasən hansı addımlar atılmalıdır? Ailə institutunun qorunması üçün bayaqdan sadaladığımız halların baş verməsinə şərait yaradılmamalıdır. İlk növbədə sərt addımlar atılmalıdır. Yaxınlarda telekanallardakı bəzi verilişlərlə bağlı çox müsbət qərarlar qəbul edildi və bu hər birimizi sevindirdi. Bu gün də dolayısıyla tam olmasa da həmin qərarın icra olunmasına əməl edilir. Amma hesab edirəm ki, küçənin ortasında, yəni bu cür Targovun ortasında bu cür halların baş verməsi ailə institutunun birbaşa məhv edilməsi deməkdir. Digər indi təzədən təkrarlayıb verilişin vaxtını da uzatmaq istəmirəm. Bayaqdan sadaladığımızın qarşısı alınmalıdır və ailə institutunu qoruyacaq faktorlardan biri də məhz onlardır. Düşünürəm ki, Azərbaycanı ayaq üstündəsə ailə kiçik bir dövlətdir. Azərbaycanı da hər zaman ayaq üstündə saxlayan Azərbaycan ailəsinin öz namusu, qeyrəti ilə digər xalqlara nümunə olmasıdır. Onun üçün də bununla bağlı ilk növbədə təbii ki, aidiyyatı orqan olan ailə institutu Azərbaycanda fəaliyyət göstərir. Həmin yəni istər Milli Məclis, istərsə komitə olsun, istərsə də dövlət komitəsi olsun, bununla bağlı ciddi şəkildə qərarlar qəbul etməlidir və təkcə qərarlar qəbul etməklə kifayətlənmək olmaz, onların icrasına da nəzarət edilməlidir. Bəli, bir çox hallarda TikTok platformasında belə deyək, reklam xarakterli baxırsan ki, bir hansısa mağazanı reklam edirlər, lakin paltardan çox, ümumiyyətlə satılan əşyadan çox sanki insan özünü reklam edir. Və bu insanların demək olar ki, 90%-i o sosial problemli yönümlü verilişlərdən gələn insanlardır. Bu bayaq da qeyd etdiniz, bu tip verilişlər bağlanıb bu günlərə, lakin şayələr gəzir ki, efirə gedəcək. Yəni sentyabrdan ola bilər ki, müəyyən verilişləri yenidən efirə gedəcək. Buna münasibətiniz necədir? Düşünürəm ki, artıq Azərbaycan xalqı o verilişlərin yox olmasına öyrəşib. Yəni onların geri qayıtmasına heç bir halda imkan yaratmaq olmaz. Ciddi şəkildə bununla bağlı kampaniya aparılmalıdır. Açığı mən inanmıram ki, həmin verilişlər geri qayıtsın. Çünki artıq neçə aydır fəaliyyət göstərmirlər. Həmin efirlərin də bir növ üzü olan simalar da artıq müxtəlif yerlərdə özlərinə iş tapıblar. Onun üçün də düşünürəm ki, o verilişlərin geri qayıtması mümkünsüz görünür. Geri qayıtsa da bəzi dəyişikliklərlə qayıdacaq. Yəni Azərbaycan dediyim o milli mənəvi dəyərlərə uyğun məsələlərin əks olunması ilə geri qayıdacaq. Ona da açıq həmin telekanalların rəhbərlərinin şərait yaradacağına inanmıram. Çünki onlar daha çox o verilişlərdən IP toplamaq, şou yaratmaq üçün istifadə edirlər. Mən dediyim formada da həmin verilişlərin geri qayıtması onun yəni izləyicilərinin əvvəlki səviyyədə olmasına imkan verməyəcək. Təəssüflər olsun ki, Azərbaycan izləyicisi daha çox oradakı şoulara baxmaq üçün həmin verilişlərə baxırdılar. Bu baxımından həmin verilişlərin geri qayıdacağını düşünmürəm. O TikTok məsələsinə gəlincə çox ciddi məsələdir. Məsələn, bir cinsiyyətində problem olan Velizar adlı birisi çıxıb
bir gecənin içərisində 10-12 min manat Azərbaycan manatı pul yığırsa, bu Azərbaycanın faciəsi deməkdir. İlk növbədə həmin yəni pul yığmaq üçün verilişlər açmaq olar. Amma orada hansı qaydalara əməl olunmalıdır, bu müəyyən edilməlidir. Yoxsa çıxım mən orada hər cür əxlaqsızlıq təbliğ edim, bunun müqabilində mənə şir atsınlar, nə bilim nələr atsınlar. Mən də bəhbəhə ilə deyim, mənə 40 min, 50 min adam baxırdı. Yaxşı, o onu edir də, belə deyək. Bəs biz niyə ona hədiyyə göndəririk? Onun üçün mən deyirəm ki, axı biz də az deyilik. Bəli. Mənim dediyim odur ki, yəni Azərbaycanda mentalitet getdikcə ildən ilə daha da aşağı səviyyəyə düşməyə başlayıb. Buna da rəvac verən həmin verilişlər idi, telekanallardakı verilişlər idi. Sonra isə TikTok sosial şəbəkəsi yenə deyirəm, müsbət tərəfləri çoxdur. Amma həmin platforma daha çox Azərbaycanın ən ucqar kəndində ən sonuncu yer, yəni yerdə yaşayan insan belə TikTokdan asan formada istifadə edə bilir və nəticədə orada yəni izləyici sayı daha çox olduğu üçün insanlar həmin platformaya daha çox üst tuturlar. Təbii ki, sizin də dediyiniz kimi gedib çılğın dondurmaçının qabağında çılğın dondurmaçı kimsə zorla ora çağırmır. Gedib onun qarşısında oynayanda, uşağını onun qucağına qoyub şəklini çəkdirəndə, həyat yoldaşının onunla şəklini çəkəndə Azərbaycan kişisidir. Müəyyən az faiz olsa da, Təbii yəni ki, çox təəssüf ki, var. Bəli, bu belə deyək, bu yöndə də aidiyyatı qurumlar tərəfindən çox böyük işlər görülür. Bu həqiqətən danılmazdır. Bu yöndə milli mənəvi dəyərlərin yaşanması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Bu görülən işlər gələcək gəncliyimizə təsir edəcəkmi? Son zamanlar müsbət istiqamətdə müəyyən işlər görüldü. Əvvəllər çox bərbad bir durum idi. İdarəçilik də bərbad vəziyyətdə idi. Məsələn, əsas onu qabartmaq olar ki, telekanallardakı həmin verilişlərin bir mənalı şəkildə bağlanması o aidiyyatı qurumların atdığı ən müsbət addım oldu. Hesab edirəm ki, bu yetərli deyil. Qeyd etdiyimiz o sosial şəbəkələrdəki Sosial şəbəkələrdə də bir çox tiktokerlər həbs olundu, TikTokerlər həbs cərimələndi. edilir, amma onların tamamilə kökünü kəsmək mümkündürmü? Məsələn, o sualı verək mümkündürmü? Yenə qayıdıram həmin məsələnin üzərinə. Bir müğənni sizə məni bağışlayın, müəyyən qədər orasını burasını dəyişdirdib, gündə TikTokda canlı yayıma çıxırsa, ona da 20-30 min Azərbaycan baxırsa, yaxud da iş yeri açan bir şəxs ilk növbədə mən heç mənə onun adını çəkmək istəmirəm, Azərbaycan qadını elə olmamalıdır deyə düşünürəm. Yəni öz ticarət mərkəzinin reklamı üçün həmin yəni insanları çağırıb orada oxutdurur və onunla foto çəkdirən də Azərbaycan qadınları, uşaqları və yaxud da kişiləridirsə də təbii ki, demək görülən işlər yetərli deyil. Məsələn, ilk növbədə o iş yeri açıb, həmin yəni dırnaqarası mühəndislikləri çağırıb öz reklamını quran insanlar barədə ölçü götürülsə, bəli, o obyektlər də cərimələnməlidir mütləq şəkildə. Növbət dəfə məsələn Cavanşir bir obyekt açanda, məsələn artıq 2 dəfə düşünəcək. 2 dəfə düşünəcək və ümumiyyətlə həmin insanları çağırmayacaq. Ona görə deyirəm ki, atılan addımlar kifayət qədər yetərli deyil və amma təəssüflər də olsun ki, o obyektlər şəhərin ən mərkəzi yerlərində açılır, şəhər olsun, rayonlar olsun, mərkəzi yerlərində açılır və mərkəzi yerlərdə mümkün deyil ki, aidiyyatı qurumlar oraya kimlərin gəlib gəldiyindən yəni xəbərsiz olmasınlar. Dolayısıyla onu da demək olar ki, elə o obyektləri açanların arxasında da bəzən yüksək rütbəli məmurlar dayanır. Müasir Azərbaycan gəncliyinin əsas problemləri nədir? Müasir Azərbaycan gəncliyinin əsas problemləri bayaqdan sadaladıqlarımızdır. Məsələn, o cür verilişlərə baxmalarıdır. Gecə səhərə qədər bəzi oyunlar çıxıb, heç adını bilmirəm, amma müəyyən faciələr baş verəndə eşidirəm ki, məsələn, birinin övladı 20-30 minut uzub, birinin övladı 10 minut uzub. Azərbaycan gəncliyinin faciəsi o qumar sayılır əslində. Yəni, həmin oyunları oynamalarıdır. İndiyə qədər PUBG idi, nə idi, deyilən bir oyun var idi. Bəli, hansı ki, Azərbaycana da təsir edib və Azərbaycanda da qətlinə, hətta daha doğrusu öz canına qıymasından nəticələnir. Hətta intihar edirdilər. Mənim dediyim odur ki, məsələn, Azərbaycan gəncliyinin problemi budur. Azərbaycan gəncliyi, məsələn, əvvəllər mənim özüm, yəni, yüksək balla universitetə daxil olmuşam. Amma 40 nəfərlik fakültə, bizim PATOK deyilir, PATOKda 40 nəfərdə 40-cı yerdə mən idim. Məndən öndə də mən nə qədər yüksək yığmış sayılsam da məndən o çıxdı. Amma bugün məsələn mənim yığdığım balın yarısını yığıb universitetdə məndən yüksək fakültədə oxuyan Azərbaycan gəncləri var. Demək burada Azərbaycan gənclərinin günahı 70-80% idisə də aidiyyatı qurumların günahı daha çoxdur. Nəyə görə? Yəni balların aşağı salınması təbii ki,
Azərbaycan gənclərini elmdən uzaqlaşdıracaq, dediyimiz o başqa pis vərdişlərə yönəldəcək. Çünki fikirləşəcək ki, 300 bal yığıb gedib girəcəm də və yaxud da atamın, valideynlərimin imkanı var, 300 bal yığıb gedib pullu da oxuyacağam. Mənim də valideynim 5000, 10000 hər illik ödəyəcək. Mən də gedib təhsilimi alacağam, səhər sübhündə gələcəm, 600 bal yığandan yüksək yerdə çalışacağam. Demək, burada o da günahkardır. Digər tərəfdən o aidiyyatı qurumlar ilə olsun, nazirliyin özü olsun, aidiyyatı nazirliyi olsun. Yəni günah həm də onlardadır. Günah eyni zamanda valideynlərdədir. Övladlarına nəzarət ümumiyyətlə son 10 illiklərdə Azərbaycanda sürətlə azalır. Azərbaycan məsələn valideyni övladını yüksək, bal yığmağa hazırlamır. Hətta bəzən deyir, özünü çox öldürmə, özünü çox əziyyət vermə, orta bal yığdın kifayət edir, mən səni oxudacağam. Nəticədə 100% enerji sərf etməli olduğu halda 50% enerji sərf edir, 50%-ni hara sərf edir? Gedib pis-pis vərdişlərə qurşanır, oyunlar oynayır, gecə səhərə qədər telefonda yatır, telefonda durur və nəticədə ortadadır. Bu cür məsələlərdə medianın ümumiyyətlə cəmiyyətə təsirini necə qiymətləndirirsiniz? Məlumat təhlükəsizliyi baxımından nə dərəcədə? Medianın imkanları əvvəlki zamanlar qədər deyil. Nəyə görə? Birinin əlində smartfon telefon varsa da, həmin şəxs sosial şəbəkələrdən istədiyi məlumatı əldə edə bilir. Onun nəyinə gərəkdir, hansısa saytı tıklasın, hər hansı bir məlumat oxusun. Təbii ki, indi oxuyanlar var, məsələn, dövlət işində çalışanlar olsun, digər yerlərdə çalışanlar olsun. Təbii ki, onlar saytları açırlar, məlumatlar əldə edirlər. Amma sadə Azərbaycan vətəndaşı, məsələn, media niyə izləməlidir ki, hazır sosial şəbəkələrdən istədiyi məlumatı əldə edə bilir. Onun üçün də düşünürəm ki... Amma professional əldə etmir də. Bunun üçün media... Ona professional, məlumat lazım deyil. Ona elə ümumi şişirdilmiş məlumat da olsa, onu kifayət eləyir. Acdır, o məlumatı oxuyur və doyur. Amma istənilən halda Azərbaycan mediasının imkanları son zamanlar hesab edirəm ki, kifayət qədər artırılıb və artırılmaqdadır. Azərbaycan mediasının bundan artıq da imkanlarını artırmaq lazımdır. Son illərdə yaradılan saytların sayı sürətlə artır. Burada aidiyyatı qurumunda göstərdiyi fəaliyyəti yüksək qiymətləndirmək lazımdır. Həmin saytlarla bağlı, məsələn, konkret olaraq onların üzərinə şərtlər qoyub, bu da müsbətdir. Məsələn, bir sayt gündə 20 özəl xəbər verməlidir. Əslində, bu müsbət bir addımdır, amma əvvəllər xatırlayırsinizsə da elə deyildi. Hər yerindən duran sayt yaradırdı, mən də media kapitanıyam deyirdi. Heç bir məhdudiyyəti yox idi. Amma bugün məcburiyyət qarşısında qalır, 20 özəl xəbəri tək başına bir şəxs hazırlaya bilməz. Məcburdur ki, işçilər götürsün, onların maaşını ödəsin. Nəticədə saytın peşəkarlığı daha da artır və peşəkar saytlar qeydiyyatdan keçir. Hər sayt qeydiyyatdan keçir. Ona görə də Medianın İnkişafı Agentliyinin fəaliyyətini istənilən halda müsbət dəyərləndirmək lazımdır. Bəli, bir neçə gün öncə də 151 yaşımızı belə deyək də media olaraq qeyd etdik. Çox yüksək səviyyədə tədbir təşkil olunmuşdu. Yeri gəlmişkən buradan Media İnkişafı Agentliyinə təşəkkürümüzü bildiririk bu barədə dəvət etdikləri üçün. Belə, sonda sualımı belə qısa, konkret səsləndirmək istəyirəm. Azərbaycanın gələcək gəncləri inkişafı üçün hansı addımlar atılmalıdır? Azərbaycan gənclərinin gələcəyinin inkişafı üçün, məsələn, telefonlarda konkret məhdudiyyətlər qoyulmalıdır ki, filan yerə daxil olan kimi cərimələnəcəksiniz. Həmin an Azərbaycan gənci, məsələn, o konkret qanunsuz qumar oyunları deyilən yerlər var, oraya daxil olmayacaq. Onların bir mənalı şəkildə Azərbaycanda onlar bloklanmalıdır. Elə saytlar var ki, məsələn, əxlaqsızlığı birbaşa təbliğ edir. Saytlar deyəndə elə yerlər var ki, əxlaqsızlığı birbaşa təbliğ. Məsələn, onlar bir mənalı şəkildə bloklanır. Onu təmsil edən qurum da yaradıldı. Bəli, bloklanmalıdır. Bloklanmasa belə, məsələn, orada müəyyən qədər cərimələr tətbiq edilməlidir ki, sən oraya girəndə cərimələnəcəksən. İndi kimsə, pulu varsa da girib cəriməsini ödəyib buraya daxil olursa, bu onun öz işidir. Ən azından məhdudiyyətlər tətbiq edilməlidir deyə düşünürəm. Eyni zamanda Azərbaycan gənclərinin gələcəkdə daha vətənpərvər ruhda yetişməsi üçün açıq Azərbaycan gənclərinin vətənpərvərlik ruhuna şübhə yoxdur. 6 il öncəki vətən müharibəmiz Azərbaycan gənclərinin ruhunu kifayət qədər nə qədər yüksək olduğunu göstərdi. Ona heç bir verdiyimiz şəhidlər də onu göstərdi. Dünyaya sübut etdi. Azərbaycan ordusunun qəhrəmanlığından danışdı.
könüllü müharibəyə yollananların qəhrəmanlığından danışdı. Ona görə Azərbaycan gənclərinin qəhrəmanlığına şübhə yoxdur. Bu da gendən gəlir, qandan gəlir. Tarix boyu Azərbaycan xalqı hər zaman döyüşən, ümumiyyətlə Qafqaz xalqları hər zaman döyüşən xalqlar olublar. Düşünürəm ki, yəni elə yəni gənclərlə bağlı gələcəkdə onların inkişafını artırmaq üçün elə addımlar atılmalıdır ki, Azərbaycan gənci pultu əlinə alıb hər hansı bir TV-yə baxanda ilk növbədə orada vətənpərvərliyi aşılayan verilişə diqqəti cəlb etməlidir. Nə qədər verilişimiz var televiziyada bu yöndə? Gərək reallığı danışaq. İndi çoxlarına qəribə gəlsə də Azərbaycanda vətənpərvərlik ruhunun daha çox, yəni təbliğinə şərait yaradan ən çox yeganə dövlət televiziyası ASTV-dir. Yəni real. Amma ASTV-yə nə qədər baxış sayı necədir, digərlərinə necədir? Demək, burada da xalq olaraq bizim də günahımız var. Bütün telekanallarda ASTV kimi vətənpərvərlik ruhunu aşılayan, Azərbaycan gənclərinə müsbət örnək verən, yəni verilişlər verilərsə bütün TV-lərdə, istər-istəməz insan da bəzən məcburiyyətdən oturub o verilişlərə baxacaq. Azərbaycan şəhidləri haqqında, məsələn, müharibənin ilk illərində oldu. Ondan sonra son 3-4 ildə Azərbaycan şəhidləri haqqında telekanallarda hansı verilişlər gedir? Olur, il dönümləri ərəfəsində olur təbii ki. Məsələn, 3000 şəhid vermişik. Hər telekanal ardıcıllıq faiz etibarilə çox azdır. Çox azdır. Məsələn, Azərbaycanda fəaliyyət göstərən telekanallar razılıq əsasında hər gün hərəsi bir şəhid haqqında çox yox, yarım saat veriliş versə, indi təsəvvür edin ki, o şəhidlərin yaxınları nə qədər təskinlik tapacaqlar. Eyni zamanda Azərbaycan gəncləri də olsun, Azərbaycan insanı da olsun, oturub deyib baxacaq ki, axşam saat 9-da məsələn ASTV-də görək hansı şəhidin döyüş yolundan veriliş veriləcək. Əslində o yarım saat böyük bir zaman da tələb eləmir. Düşünürəm ki, əslində bəlkə də bir yaxşı bir təklif verdik. Bunun üzərində düşünsələr daha yaxşı olar. Bəli. Sonda izləyicilərimizə buyurun, nə demək istərdiniz? İzləyicilərimizə sözüm budur ki, belə verilişlərə baxmağı daha da artırsınlar. Belə verilişlərə baxmaq lazımdır. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram. Fəaliyyətinizi izləyirəm, xüsusilə də Zəngəzur və digər məsələlərlə bağlı. Düşünürəm ki, Zəngəzur bizim yaralı yerimizdir. Sizin kimi media nümayəndələri təmsil olunduqları yerlərdə daim Zəngəzur, İrəvan, ümumiyyətlə Qərbi Azərbaycan tarixi torpaqlarımız barədə həmişə verilişlərə xüsusi diqqət ayırmalıdırlar. Beləliklə, bugün də verilişimizin sonuna çatdıq. Verilişimizin qonağı isə Ağ Partiyanın sözcüsü Cavanşir Abbaslı idi. Sağ olun, sağlıqla qalın.